Evə gəlmişim baxmağa. Patoloğumuzu vurdular, rəng fərqi. Buradan görə bilirsiniz, yəni divarlar çox dağıq deyil. Burada qapılarımızı gəldi belə bu şəkildə. Minimalist bir qapı olasıdır. Qalxın yuxarıda baxın. Evet, çox qəşəngdir qapılar. Həqiqətən. Tam istədiyim kimi. Bir dənə çox sadə olmasın deyə üstündən, ortasından dedim belə bir dənə xətt getsin. Və boz seçdim xətti də. Qapılar, qulplar da eynən. Görünməz qapı olsa da, olmasa da daha doğrusu. Görünməz kimi bir şeydir. Prosto divar rəngə qapı olsaydı tam olardı. Divar rəngə olmadığına görə maalesef biraz gəlin burada sizə göstərim. Və bizim uşaqların hamam otağıdır. Burada cüzcü olası bir hissə. Belə dizaynını seçdik, qalan hər yer sadədir, divar. Adi, göz yormayan yer. Biraz parıltılı da lazımdır, çiçəklidir deyə görsənmir. Boz rəngdədir, boz, parıltılı azmaz. Bu da belə işıq düşəndə parılıyır, indi işıq yoxdur deyə görsənmir. Belə. Patoloğa baxmağa gəlmişdim ki, bura üçün vurdular hələ. Hazır deyil. Çünki var aletli başqa. Başqa buralar. Qaydırıb otaq qaranlıqdır maalesef. Bilmirəm bunlar nələrdir. Keçən gün lisur almağa getmişdik. Lisurlarımızı seçmişik hər yerə. Çox yer belə spot olası deyə demək olar 90% spotdur. Və 2 yerdə lisur var. Onları da bilmirəm haradadılar. Hara qoydular. Oradadılar deyəsən. Medilux buradan almışıq lisurları. Belə qatinlik. Qəşəng lisurları seçmişəm. İnşallah təmizləyəndə peşman olmaram. Bir də burada bir dənə mağaza var. Tanışlardır Rusiyada və endirimdə malları var idi. Çünki tez-tez mal getirirlər və qoymağa yerləri yoxdur. Ona görə də 90%-ə qədər, 80%-ə qədər endirimli mallar var. Təsəvvür edirsiniz. Biz də ondan istifadə edib birinci mərtəbəyə kravat almışıq. Kravatımız bu şəkildədir. Hələ tam görsənmir. Matrasını da almışıq. Matras da uyğun qiyməti idi deyə bu kravatın. Üstəlik əskerin otağına kravat, bizə uyğun kravat yox idi deyə almadıq. Amma matrasını yox ki, alaq indidən qoyaq. Ölçüsünü də buna uyğun. 90 zaten standart olur demək olar uşaq kravatları. O ölçüdə alası yox. Bu da bu otağın listurudur. Bura asılasıdır. Burada bir dənə olasıdır listur. Bu açıqdır, qoyun göstərim. Belə sadə bir şeydir. Və bu altdakı əskerin otağının listurudur. Ondan sonra göstərərəm sizə. Nəysə qaçmaydı, maşındadır. Yuxudan oyanmadan gedək. Gəlmişəm, burada kuxniyə aid bir neçə ölçü götürmək lazım idi. Onları da götürdüm. Və yerlərimizdə bu şəkildə kafelər sizə göstərmişdim. Hansı xəbər yoxsa yox. Ümumiyyətlə, mən evə geyəndə belə ayı da yuxlayan vaxtı geyirəm ki, qucağımda gəzdirməyim, nəyə baxmaq lazımdırsa, nə artıqdırsa, nə eskikdirsə, nə eləmək lazımdırsa, onları beynimdə saxlayayım və belə qaça-qaça girib çıxıram sözün əsl mənasında. Hələ anam bu tənsifədə iki ay oldu, niyə bizə evi çəkib göstərmirsən deyəm, valla girəndə elə qaça-qaça girib çıxıram ki, o qalmasın, bu qalmasın, o ölçüsünü götürüm, bu yazım, bu nağarım. Yəni, heç yadıma düşmür ki, sizdən ötürü video çəkim, qoyum da başladan yerə qədər. Və indi videoya baxıram, gəlmişəm evə. Görürəm, sözün biri deyirəm, dalon gətirmirəm, yarım çıx qalır hamısı. Deməli, nə demək istəyəm? Listuları aldığımız yer, biz burada hara getsək, hər yerdən Azərbaycanlıları sanki bilməm, qan çəkiyim mi deyim, nə çəkiyim deyim, gəlib Azərbaycanlıları tapırıq. Listuru aldığımız dayı Azərbaycanlı dayı idi, səhv eləmirəmsə, Xaçmazlı idi. Biraz bizdən uzaq idi yol olaraq, ona görə uşaqları qoyub getmişdik bağçaya burada həftə sonu. Aydan da özümüzlə götürmüşdük. Düzdür, Kaleska falan aparmışdım ki, o da göz gəzdirim. Bilmişdim ki, böyük bir Targovsədə kimi böyük bir yerdir. Elə bir yerdə gəzib seçəsi yox. Amma yox, sən demə, balaca bir bazar kimi idi. Bazarın içərisində bir dənə balaca mağaza idi. Amma içərisində çeşid çox idi. Həmçinin kataloqlar falan da var. Dedilər ki, əgər burada bəyəndiyiniz olmasa, kataloqdan da sizə yəni hansılar istəsəz gətirə bilərik. Biz demək olar dediyim kimi 90% yeri spot işıqlar olduğuna görə onları seçdik. Adi bir şəkildə taxılan işıqlar. Onların hamısını seçdik. Listurlara gəldi. Bir neçə otağın işte göstərdiklərim. Onları seçdik. Qonaq otağı ilə kuxundan ötürü bizə stol üstü
lazım idi. Belə qəşəng, biraz formalı bir şey istəyirdim. Ona görə oradan yəni tapmadım, nə yalan deyim. Gözümə yəni əldə olanlardan qəşəng dəymədi. Bu arada Ayda gəlin, Aydın Əsrən otağından çox qəşəng lüstr almışıq, kəpənəkli falan. Ürəyim getdi özümü. Yəqin ki, onlar da xoşlaşırlar. Hər nəysə, общем gəldim, onları da evdə seçdim. Link verdilər ki, bəs buradan istədiyinizi seçin, göndərin, sırası gətirəsiyoruz. Yəni həqiqətən mən yol biraz dediyim kimi uzaq idi deyə biz hadisə 40 dəqiqəlik falan yol idi. O 40 dəqiqədə seçdim internetdən, arxada oturaraqdan Listruda sifariş elədik və sifariş etdiyimiz anda dedi ki, McDonald's bazarı idi. Birinci gün göndərəsi yox, yəni belə çox tez bir zaman oldu. Əgər istəyən olsa, ora nəsə listur falan, nəsə bir şeylər lazım olsa, ora adresini yorumlarda yazasınız, qeyd eləyərəm sizə də. Və bu kravat məsələsində gələndə həmçinin onlar da Azərbaycanlıdırlar. Yeni Azərbaycanlı dediyim şey tapırıq. Və belə türk mallarıdır malları. Ona görə belə istəyir Xofa, istəyir digər mağazalara, indi burada yaşayanlar bilir də. Yəni qiymət aşağı olsun, keyfiyyətsiz olsun kimi yox da, qiyməti dediyim kimi endirimli idi, zaten aşağı idi qiymətlər həqiqətən və Türkiyədən gələn mallar olduğuna görə çox keyfiyyətlidirlər həqiqətən. Ona görə ürək rahatlığı ilə tez bazar götürdük özümüzə lazım olanları. Burada bir neçə yerdə əslində mağazaları var. Mağazalarından biri Tvoydomda, Vegasda. Bizim Tvoydomda yox, bizim burada. Kuncev Vegasda yox, burada yoxdur. Qoy adını deyim, adres olaraq tam dəqiq deyəməyəsiyəm. Lazım olsa, yenə dediyim kimi yorumlara yazasınız, qeyd edirik. Kasa mebeldir. Ötən səfər Instagramda da paylaşmışdım əslində səhifələri. Divan baxmaqda ötüb getmişdik. Yəni dediyim kimi endirimlər çox yaxşıdır həqiqətən. İndi ehtiyacı olan falan varsa, nəsə bir şey axtarışdasınızsa, çox mebel var. Təkcə kravat deyil təbii ki. Yəni ağzınıza gələn bütün ev əşyaları var. Kravatlar var, divanlar, stullar, barni stul. Bu arada barni stul baxmağa gələyəsi yox. Bizdə polostrof eləyəsi yox, yarım mod eləyəsi yox kuklada. Ona görə ora barni stulda baxmağa oradan gələyəsi yox. Həmçinin gözümə kəsdiyim orada qabaq stolu və stul var. Düzdür, indi hələ ki imkan yoxdur onları alıb qoymağa, həm də evdə təmir geyir. Bir müddət sonra alası yox. Yəni oradan seçmişəm mən bəyəndiyim şeylər. Yəqin ki evin 70-80% əşyası oradan alası yox. Çünki dediyim kimi həm keyfiyyət var, həm endirim var. Başqa da nə istəyək ki? Evlə bağlı hələ ki bu qədərdir. Gözləyirik ki, ustalar işləyirlər. Bir şeylər olsa, yəni gördüyünüz kimi nəsə bir şeylər elədikcə sizə də göstərirəm. Çünki burada maraqlananlar olur, soruşanlar olur. İstər usta soruşursunuz, istər nə bilim, hər hansı bir mebel ustası soruşursunuz. Əslində mən də sizlərdən mebel ustası soruşmaq istəyirəm, xüsusilə mətbəxdən ötürü. Düzdür, bəzi mətbəx ustaları var, tanışlar falan, amma bir neçə deyirlər, variantı baxmaqda fayda var həmişə. Ona görə də əgər tam yaxşı, ürəkdən, canı gönüldən bəyəndiyiniz bir mətbəx ustası varsa, aşağıya ya səhifələrini qoya bilərsiniz, ya nömrələri yaza bilərsiniz. Bilmirəm, səhifələri olsa daha yaxşı olar təbii ki. Baxmaqdan ötürü ki, nə eləyirlər, nə iş gördülər, nə iş görə bilirlər. Qiymətlər barədə yaza bilərsiniz ki, nə qiymətədir, uyğundurmu, çoxmu bahadır, çoxmu ucuzdur, belə yəni məsləhətlisini sizdən gözləyirəm yorumlarda. Hələ ki getdim mən mətbəx mebeli çəkməyə ki, nəhada olsun, baş belimə partı, bütün hər yerin otaqlarını demək olar hazır eləmişəm. Çəkmişəm nə lazımdır. Bu mətbəx məni tamam bezdirdi, həqiqətən bezdirdi. Görüm, inşallah axırda dediyim kimi peşmançılıq olmaz. Peşman olası şeyləri çəkmərəm inşallah. Hər şey fikirləşəm ki, bir-birinə uyğun olsun. Belə lişni bir şey olar, olmasın, lazımsız, mənasız bir şeylər olmasın da, belə kullanışlı bir şeylər olsun. İnşallah bacararam hamısını. Belə. Sağ olun.